Hər vaxtınız xeyir olsun əziz izləyicilərimiz. Mən doktor Dilbər Rahim. Səhhətimizin bugünkü buraxılışında hər birinizi xoş gördük. Verilişimizə Ege Hospitalın Reproduktiv Təbabət Mərkəzinin baş sponsorluğunda baxırsınız. Çayınızı, kofenizi hazır eləyin, rahat əyləşin. Maraqlı bir mövzudan danışacağıq bugün. Bugün sonsuzluqdan danışacağıq və əlbəttə ki, bugünkü qonağımız Ege Hospitalın uzman cərrah mama ginekoloqu Aynurə Nəcəfəliyevadır. Xoş gördük sizi doktor. Xoş gördük. Həmişə siz gələsiniz. Sağ olun, çox sağ olun. Bugünkü mövzumuzu açıq elan elədik. Bir növ istərdik birbaşa o sualı verək. Sonsuzluq tam olaraq hansı situasiyada deyilir, doktor? Aha. Əgər bir xanım bir il düzənli cinsel əlaqəyə baxmayaraq hamilə qalmırsa, biz bunu sonsuzluq olaraq adlandırırıq. Və əgər pasiyentin, xanımın yaşı 35 yaşın üstündədirsə, artıq burada 1 il yox, 6 ay nəzərə alınmalıdır. Aha. Bəli, 35 yaş üstü xanımlar üçün sonsuzluq 6 ay nəzərdə tutulur. 35 yaş altı xanımlar üçün 1 il nəzərdə tutulur. 1 il nəzərdə tutulur ki, artıq evlilikdən sonraki bu vədədə hamilelik yoxdursa, həkimə müraciət eləsinlər. Bəli. İlk öncə əlbəttə ki, ilk simptomu siz özünüz dediniz. Sadəcə olaraq hansı zamanlarda sonsuzluq ola bilər, hansı dönəmlərdə sonsuzluq ola bilər? İstərdim buna bir barmaq basaq. Faktorlar deyək, kimlərə bağlıdır? Bəli. Əvvəllər bu sonsuzluq deyəndə birinci gözlər kimə baxırdı? Xanıma. Amma indi onu qeyd edim ki, artıq bu 50-50-dir yəni. 50% əgər problem qadındadırsa, 50% kişidədir yəni. Sonsuzluq, bəli, sonsuzluğu yaradan faktorlar tək qadın artıq araşdırılmır. Çox sevindirici haldır ki, artıq sonsuzluq üçün bizə müraciət edən pasiyentlər, xanımlar mütləq yoldaşlarla gəlirlər. Aha. Yəni təsadüfən olur ki, mən onlara deyim ki, yoldaşlıq da gəlsin, analizdən keçsin. Onsuz da yoldaşlar hazır gəlirlər, onlar da bir də analiz verməlidirlər, müayinədən keçməlidirlər və lazımi müalicələr götürməlidirlər. Bu şəkildə mənim uşağım yox, sənin uşağın o, ikimiz birgə bu şəkildə müraciət eləməliyik. Bu bəli, necədir bilmirəm, amma həqiqətən bizə gələn pasiyentlər maarifli pasiyentlərdir və çoxu belə gəlir. Dediyim kimi, əsas kişi faktoru və qadın faktorudur, amma bəzən ikisində də, bəzən 30% hallarda həm kişidə, həm də qadında problem tapırıq. Onu qeyd edim ki, bizə belə bəsit sonsuzluq xəstələri gəlmir. Adətən, yəni minimum 5 il, 10 il, 15 il, 20 il. Yəni artıq bu pasiyentlərdə həm kişi faktoru, həm qadın faktoru plus illərlə müalicə alınmış pasiyent qrupları gəlir. Demək ki, nəymiş? Sonsuzluq tək qadınla ilgili deyil. Sonsuzluq həm kişi, həm də qadın ola bilər. Ona görə hər iki pasiyent eyni dərəcədə dəyərləndirilməlidir. Dəyərləndirilməlidir. İndi keçid eləyək. Diaqnostikası necə olur, doktor? Bir pasiyent əgər bizə müraciət edibsə, uşaq istəyi ilə hamilə qala bilmirsə, qadında və kişidə minimal istədiyimiz analizlər və instrumental müayinə üsulları var. Birinci fizik müayinə və şikayət. Gerçəkdən bunlar əlaqədə ola bilirlərmi? Birinci bunu sorğuluruq. Pasiyent deyir, uşağım olmur, əlaqə demirlər ki, yoxdur, 2 ayda bir var ya da yoxdur. Yəni burada artıq başqa faktorlar var. Mütləq pasiyent güzel sorğulanmalıdır. Qohumluq ilişkilərini, ailədə, nəsildə sonsuzluq genetik olaraq sonsuzluğu təyin etmək üçün bir ailədə, nəsildə uşağı olmayan ailələr varmı? Uşaqlıqda hansı xəstəlikdə keçiriblərmi? Özəlliklə oğlan uşaqlarında uşaqlıqda keçirilən parotit infeksiyası, qulaq tibi deyirik. Bu sonsuzluğa gətirib çıxara bilir. Hamıda deyil, amma bəzilərini gətirib çıxara bilir. Mütləq bundan sorğulanmalıdır. Güzel sorğulanmadan sonra tabii fizik müayinə önəmlidir. Qadının çəkisi, əlbəttə kişinin çəkisi. Son zamanlarda çoxlu kilo alıblarmı? Birdən-birə kökəlmə ya da birdən-birə arıqlama olubmu? Bunlar sorğulanmalıdır. Qadının aybaşı düzəni necədir? Daha öncə müalicə alıbmı? Hansı dərmanlar alıb? Hansı etkisini görübdür? Bunları güzel sorğuladıq. Artıq güzel anamnez topladıqdan sonra əvvəl verdikləri analiz varmı? Aldıqları dəva dərman, müalicələr, bunlar hamısı bir sorğulanır. Onu qeyd edim ki, o qədər də qısa bir sürmür, bizim özümüzə deyib, pasiyentlərim bilir. Sonsuzluq üçün müraciət edən pasiyentlər ilk gəlişdə bayağı bir güzel sorğulanır, analizləri baxılır, lazım analizlər yazılır, bir güzel bir dosya tutulur. Özümüzə bir konspekt deyək də tuturuq. Ondan sonra pasiyent müayinə olunur. İlkin müayinə ən azından bir ultrasəs müayinəsi. Ultrasəs müayinəsi, bu xanımın uşaqlığı yerindədirmi? Yumurtalıqları normaldırmı, vardırmı? Boruları, nə vəziyyətdə? Boruları ultrasonsda görməyə bilərik. Əgər boruda heç bir problem yoxdursa, yəni heç bir bayaq dedim o maye yığışması yoxsa biz onu ultrasonsda görmürük. Amma boruda maye varsa biz onu ultrasonsda görürük. Ona görə borunun görünməsi o qədər də gözəl bir şey deyil. Düzdür, dərin baxanda görürük, amma borular şişəndə, içinə maye yığılanda daha gözə çarpan, daha dəqiq görülür. Bu da əslində bir ginekoloqun istəməyəcəyi bir şeydir. İstəməyəcəyi bir şeydir. Biz ultrasons müayinəsində əsas dəyərləndirdiyimiz hallar yumurtalıqlar, uşaqlıq, uşaqlığın endometrial qalınlıq,
Pasient bizə özəl günlərdə gəlməlidir. Ya aybaşının 2-ci, 3-cü günü çox vaxt gəlirlər. Bu durumda biz yeni yetişmiş antral folikullara baxırıq yumurtalıqda. Görək yumurtalıqları cücərti deyirik mən onlara. Yumurtalar necə cücərməyə başlayır. Aybaşının 13-14-cü gün çağırırıq. Görək dominant folikul artıq yetişibmi? Bilirsiniz də, keçən dəfə dedik. Bir folikul 13-14 günə yetişir. Ortalama deyirəm. Təbii bu dəyişə bilər. 10 gündən 18-19 günə qədər dəyişə bilər. Görək bunun folikulu qəşəng yetişibmi? Ölçüsünə çatıbmı? Bu arada folikul yetişəndə əlavə nə olmalıdır? Uşaqlıq var. Uşaqlıq da özünü hazırlamalıdır. O bebeyi qəbul etməyə, embrionu nə olur? Mən həmişə deyirəm pasientlərə evi bəzəməlidir, döşəməlidir. Bu da endometriumun qalınlığıdır. Endometrium normal qalınlıqda olmalıdır ki, o embrion gəlsin. Qəbul eləyə bilsin. Bəli, gəlsin uşaqlığa düşsün, orada yaşaya bilsin. Əgər çox nazikdir, çox düzənsizdir, fərqli problem, infeksion bir durum varsa, orada olan o embrion, bəbək gəlib orada dözməyəcək, məhv olacaq. Ona görə bu xanım ultrasəs müayinəsindən dəyərləndirilir. Ultrasəs müayinəsinin avantajı hər hansı bir ağrısı yoxdur, hər hansı bir zərəri yoxdur və çox ucuza mal olan. Mən bunu tibb açısından başa salmaq istəyirəm. Xəstədən daha çox tibb açısından deyil, çox ucuza mal olan bir müayinə yöntəmidir. İkinci, dediyim kimi burada baxdıq ultrasəs müayinəsində. Burada ovulyasiya dediyim kimi folikula baxdıq. Ovulyasiya gedib getmir, endometrium düzəlmir. Pasiyentin hər hansı bir mioması, kistəsi, belə böyük bir şeylər yoxdur. Bunu gördük. İkinci bir müayinə yöntəmi analizlər. Bəzi hormonal analizlər. Pasiyentdə hipotiroidi varmı? Bəzən insulin direnci olur kök pasiyentlərdə. Yəni minimal analizlər pasiyenti yormadan bir minimal hormonal balansa baxdıq. Bir problem varsa ona qarşı da müalicə verdik və bəli, pasiyentin əgər bunlar da normal, hamısı normal gəldi. Bir güzgü müayinəsindən baxdıq, uşaqlığın boyuna bilirsiniz. O uşaqlığın boyunu dəqiq görməsi üçün ultrason səsdən daha önəmli güzgü müayinəmiz var. Güzgü müayinəsində vajinada bir problem varmı, ultrasəsdə bir, yəni orada ultrasəs müayinəsinin görmədiyi bir problem varmı? Ona baxdıq belə. Və üçüncü müayinə yöntəmi, demək o özü normal, analizlər artıq normal gəldi ya da müalicəmizi verdik. Gəldi borular. Bəli, 1 ili tamam olubsa və hamilə qalmışsa borulara baxılmalıdır. Ay həkim, tez deyilmi? Heç mən müalicə almadım. Niyə boruya baxırsınız? Birdən pasiyentin borusu bağlıdır. Mən də müalicəni verirəm. Ya da bir doktor da müalicəni verir. Dərmanları alır, bədən istifadə edir. Orada həm maliyyət gedir dərman alır, həm bədənin sonuçta dərman müəyyən qədər bəzi hormonal tərkibləri də var. Sonra baxırıq boru bağlıdır. Artıq burada çelişki olur. Ona görə nə imiş? 1 il boyunca əgər hamilə qalmışsa borulara baxılmalıdır. Pasiyent deyir ki, mənim daha öncə uşağım olub, ikinci sonsuzluq bu arada, daha öncə hamilə olan pasiyent fərqi yoxdur, doğum yapsın, düşük yapsın. Hamilə qalsa bu ikinci sonsuzluqdur. Mən 3 il öncə hamilə qalmışdım, boruma niyə baxırsınız ki? 3 il öncə deyirəm, hamilə qalmışdınız, düşük oldu ya da doğuş yapdınız, minimal infeksiya tutdu, borun yenidən bağlana bilər də. Heç kim qarantələnməyib ki, borum heç vaxt bağlanmayacaq. Bir dəfə uşaq dünyaya gətirmişəmsə, məsələn. Yəni neymiş? Borulara baxılmalıdır. Triad oldu. Fizik, demək, xəstədən anamnez topladıq, fizik müayinəsini yapdıq, baxdıq, UZİ-yə baxdıq, analizlərdən keçirdik, güzgü müayinəsi etdik, bir də ən son boruya baxdıq. Bu qadın. Tərtəmizsə qadın artıq sağlamdır, keçdi kişiyə. Kişi də, təbii kişi də sorğulanır. Bizdə bir ginekoloqun kişidən istəyəcəyi müayinə spermoqramdır. Əgər spermoqramda bir problem varsa biz androloqa yönləndiririk. Spermoqram bizi nəyə göstərə bilər? Spermoqram orada baxdığımız əsas 3 parametr var. Say, yəni spermin sayı, hərəkət prosenti faizi və bir də morfologiyası. Əvvəllər təkcə sayı və faiz baxılırdı daha çox. Morfologiya çox önəmsənmirdi. Morfologiya nədir? Quruluş. Yəni bizə verilən o milyonlarca spermin ən az 4%-i figurativ deyirik, normativləri deyirəm, ən az 4%-i normal olmalıdır. 4%-in altında normativ düşərsə, bu zaman yenə hamilə qalma şansı müəyyən qədər azalır. İrəli hərəkət var. İrəli hərəkətin sayı azsa, bəli, hamilə qalma şansı azalır. Bəzən elə səviyyədə olur ki, artıq hamilə qalma şansı sıfırdır. Bəli, bu durumda biz pasiyenti artıq bizim sahəmiz deyil, bir problem görürsə androloqa yönləndiririk. Həkim gəldik, qadın da sağlam çıxdı, kişi də sağlam çıxdı və bizim uşağımız niyə olmur? Səbəb. Bu artıq bütün sonsuzluqların 25-30%-ni təşkil edən səbəbi bilinməyən sonsuzluqdur. Baxın, səbəb bilinməyən deyirik, amma əslində bir səbəb vardır. Sadəcə müasir tibb bilmir onu. Biz ehtimal edirik ki, nə ola bilər? Ehtimalları deyəcəm. Tamam, sənin borun açıqdır. Amma boru bilirsiniz ki, açıq olmasa tək şərt deyil ki, o folikul oradan partladığı zaman, folikulda partlayır, artıq yumurta çıxır. Borular bir hərəkət etməlidir. Bilirsiniz, fimbriyalar niyə var? Durduq yerə yoxdur ki, bunu təbiət bizə boşu-boşuna verməyib. O fimbriyalar hərəkət edib o yumurtanı oradan tutmalıdır. Yumurta 12 saat orada gözləyir partiyadan sonra. Siz yəni fimbriya onu tutmazsa,
Qarın boşluğuna qaçacaq, artıq maylama getdi. Bu ən çox endometrioz xəstələrində baş verir. Boru açıqdır, amma borunun hərəkət məhdudiyyəti var. Tuta bilmir. Bu bir. İkincisi, folikul partlayır. Tamam, amma o folikulun içindəki yumurta hücrəsi sağlamdırmı? Biz onu bilmirik. İçində yumurta hücrə varmı? Bəzən o folikulun içində yumurta olmur. Onu deyim sizə, boş folikul olur. Ya da içində sağlam yumurta olmur. Çox gözəl görsənir, sarı cisimdə yaranır, amma oradan gözəl yumurta çıxmaya bilər. Bu ikincisi. Üçüncü səbəb. Üçüncü səbəb hər zaman deyirəm, hansı ki bu ən sevmədiyimiz sonsuzluq tipidir. Bəli, bunun diaqnozu dəqiq qoyulmayıbdır. İmmunolojik səbəblər deyilir. İmmunolojik səbəblər. Bu təxmin edilir. Dəqiq diaqnoz qoyulmur. Dəqiq diaqnoz qoymaq üçün gərək o qadının uşaqlığı oradan çıxa, orada bir sürü problemlər yəni çıxardılar. Ondan sonra orada patoloji ona görə çətindir bunu qoymaq diaqnozu. Bunun üçün qanda özəl bəlkə markerlər var, hələ ki müasir tibb bilmir, onu da demək lazımdır. Ümumiyyətlə bəbək ana bətni üçün yad bir orqandır, yad bir canlıdır. Bunu bilin. Yəni bizim niyə qaraciyər köçündə oxşar olmayan bədən atır, böyrək atır, amma bəbəyi atmır. Bu da təbiətin, Allahın bir möcüzəsidir. O bədən ana bətninə düşəndə nə bəbəyin qanı ana qarışır, nə də ananın qanı bəbəyə qarışmır. Yəni onu bilin. Yəni bir travma falan almadığı müddətcə genəldə qarışmır. Bəli, qidalar keçir, bəzi elementlər keçir, amma bütün qan toplam bir-birinə qarışmır. Orada bir baryer var. Və o baryer elə bir mühit yaradır ki, ana onu tanımır. Yəni yad cisim kimi görmür. Amma bu bəzi qadınlarda belə olmur. O qadının bədəni, o embrionu yad cisim kimi tanıyır. Yəni mən bunu Nuri ilə başlamaq çalışıram əslində. Və nə edir? Başlayır onu məhv etməyə. Ya qoymur orada implantasiyon getsin, ya da başlayır onu məhv etməyə. Məsələn, o gəlir 6 həftə, 7 həftə, özə ki damarlanma, damar varsa artıq burada immunolojik proses və o bəbəyi məhv edir. Digər bir səbəb, keyfiyyətsiz, bu arada kişi faktoru dedik, özə ki keyfiyyətsiz sperm. İndi sperm də normaldır deyək, ana da dedik, folikul yetişir. Bunların embrionu birləşir. Embrion əmələ gəldi. Amma bədəndə tutuna bilmir. Çünki keyfiyyətsiz bir embriondur. Bu nədir? Səbəbi bilinməyən sonsuzluqlarda ehtimal edilməz olmaz səbəblərdir. Müasir tibb hələ bu səbəbi qoymayıbdır. Amma çox mənə gəlir ki, yaxın illərdə, bir 20 ilə qədər bu səbəblər də tam aşkara çıxacaqdır. Çoxlu klinik sınaqlar, klinik araşdırmalar aparılır. Yəni, ilərleyen zamanlarda bu artıq tanı diaqnoz qoyulacaqdır. Bir dənə də ehtimalı istəyərdim sizə çatdırım. Evet. Qaynana faktorunu istəyərdim. Bu barədə istəyərdim biraz danışasınız. Qaynanalar, yəni əslində insan olan şəxs, yaxşı insan, yaxşı da qaynanadır. Yəni bunu belə düşünün, bu düzdür, biraz sosial bir konu oldu. Yəni o qaynanaların çoxu o gəlinləri nə bir həyəcanla gətirirlər bizə. Əlbəttə istəyirlər ailələri olsun, uşaqlar olsun. Qaynana deməyək, çevrəsəl faktor deyək. O da olsun doktor. Evləndikdən sonra bu xanımın uşağı olmur. Olmur deyil ya. 3 ay, 4 ay belə keçib ətraf başlayır. Uşaq varmı? Heç işinə gələn yaran, tanıyan, tanımayan hamı. İşte niyə olmadı? Ya da 2 il keçdi, o müalicədə oldu, niyə olmadı? Bu olmadı və qadın beynində bir stres yaradır. Mən qadına həmişə deyirəm, stres. Siz stres keçirdiyinizi bədənsel olaraq hiss edirsiniz. Düzdürmü? Ürəyiniz onu hiss edir. Ürəyinizin döyündüyünü hiss edirsiniz. Təzyiqiniz qalxır. Bəzən mikroinfarktlar belə gəlib çıxa bilir stressdən. Ondan sonra siz stres olanda nə olur? Rənginiz dəyişir. Bəzən də öskürək yaranır. Bəzən də ishal yaranır. Bəzən mədə ağrısı, işte tutur. Amma siz bəzi pasientlərdə necə olur? Stres olanda ya aybaşı görmür, ya aybaşı qabaq atır. Təsir. Amma o hamilədə əlbəttə təsiri var. Sizin uşaqlığınıza təsiri var. Stres yəni, altında olası varsa da olmur artıq. Stres altında olan bir uşaqlıq, bir yumurtalıq bədən səndə o hamiləni qəbul etmir. Ay, filankəs ağır stres keçirdi, atası Allah uzaq etsin, atası rəhmət etdi filan oldu, bəs o nətər getdi hamilə qaldı. Onun bədəni o cür yaranır. O stresi qəbul edir. Stresi, yəni uşaqlıq yumurtalıq stresi o cür cavab verir. Amma səndə belədir. Ona görə nə deyirəm pasientlərə? Hər aybaşı başlayanda heyfslənməyin. Aybaşdan bir gün keçir, başlayır test eləməyə. Edirlər 2 gün, 3 gün, ay aman testdə görsənmədi. Çoxu bir vaxt deyir, belə deyir. Buraxır artıq, özü hamilə qalır. Yəni rahat da hamilə qalır. Hətta bizə belə deyirlər. Ayacığım, siz müalicə verdiniz, hamilə qalmadım. Amma o bir ay getdim, hamilə qaldım. O bir ay axır gözləmir, bir də müalicə də var. Beyin o qədər rahatlayır ki, gözləmir. Təbii müalicələrin də müəyyən qədər effekti var. Biz orada hormonal disbalansı aradan qaldırdıq, vitamin problemi varsa aradan qaldırdıq, nəsə bir problem varsa etdik, amma o ay ola bilsin folikul yetişdirməmişik.
Yox deyir, sizin müalicəniz olmadı, özüm qaldım. Deyirəm, lap yaxşı. Əsas odur, hamilə qalmısan. Yəni beyin rahatdır, onu demək istəyirəm. Stress çox önəmli faktordur. Schrödingerin pişiyi ya. Baxanda orada yoxdur pişiyi. Yox, həqiqətən yəni vardır. 3 pasiyentin ikisində əgər etki etmirsə birbaşa, birində etki edir. Aydındır doktor. Təşəkkür edirəm mən sizə. Bugünkü verilişimiz bura qədər idi. Ümid edirəm gələn verilişlərdə sizi burada görmə imkanımız olar. İnşallah. Tamaşaçılar üçün bir daha xatırlatma edeyim ki, bizim bugünkü qonağımız Ege Hospitalın uzman cərrah mama ginekoloqu Aynura Necəfəliyeva idi. Ege Hospitala yaxınlaşaraq konsultasiya və qəbul əldə edə bilərsiniz əlbəttə ki. Bugünlük bu qədər. Səhhətimiz verilişinə ARB TV ekranlarından təkcə yox, həm də eyni zamanda sosial media hesablarından baxa bilərsiniz. Şərhlər bölməsində öz suallarınızı qeyd edə bilərsiniz əlbəttə ki. Səhhətimiz sağlam gələcəyin təminatdır. Gəlin görüşlərə də kəzlərim.